Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 16 noyabr 2025-ci il 11-ci siniflər üçün keçirilmiş OTK testindən bütün testlərin izahına baxacağıq. Bu tipdə testlərin izahını görmək üçün və ya toplu testlərinin asan dildə izahını görmək üçün Teacher Vüsailənin kanalına abunə olmağı, şərh yazmağı və bəyənməyi unutmayın. İndi isə gəlin testlərə başlayaq. 56-cı testə baxırıq. Bu testimiz mübtəda ilə xəbər uzlaşmasıdır. Əgər cümləmizdə of varsa, biz ofdan əvvələ baxmalıyıq. People cəmdə olduğu üçün xəbər də cəmdə olmalıydı. 1. Take part cəm xəbərdir. 2. Have taken part cəm xəbərdir. 3. Takes part. 4. Has taken part yanlışdır, çünki onlar tək xəbərdir. 5 isə həm cəm, həm tək xəbər olduğu üçün bunu seçə bilərik. Cavab olur 1, 2 və 5. Yəni C variantı. Tərcümə edilərsə deyir ki, bu festivalda müxtəlif irqdən və dindən olan insanlar iştirak edirdilər. Cavab oldu C variantı. İndi isə 57-ci testə baxırıq. 57-ci testdə nöqtələrdən sonra gələn sözlərə mütləq diqqətlə baxırsınız. Roads isimdir, solution isimdir. Bilirik ki, B variantında elotdan sonra qətiyyən isim gəlməz. A, C, D, Y variantlar arasında D variantının mostun Z-si olmalıydı. Bilirik ki, sifətin üstünlük dərəcəsində Z artiklı olmalıydı. Qalırıq A, C və Y variantlar arasında. Tərcümə eləsə deyir ki, tıxacın həlli üçün tikmək lazımdır. Ya az, ya da çox yol var. Bilirik ki, məna cəhətdən çox yol tikilsə tıxaclar azalar. Ona görə cavab olur C variantı. A variantında deyir ki, ən effektiv həll yolu az yol tikməkdir. Bu mənaca uyğun gəlmir. Y variantında isə daha effektiv həll yolu daha az yol tikməkdir. Bu da mənaca uyğun gəlmir. Demək ki, cavab olur C variantı. İndi isə gəlin 58-ci testə baxaq. Birinci və ikinci nöqtələrdən sonra cəm isim verilir. Variantlardan baxırıq. Əvvəlcə nöqtələrdən əvvəlki söz to var. To bizə ipucu verir. To qətiyyən özündən sonra artikel istəmir. Ona görə D və Y variantlarını çıxırıq. Və qarşı sayılan cəm isimdir. Ona görə matchla işlənməz B variantını çıxırıq. A-C arasında qalırıq. Sifət dərsindən bilirik ki, to'dan sonra qətiyyən müqayisə dərəcəsi olmaz. Adi dərəcə olmalıydı. Bilirik ki, more müqayisə dərəcəsindədir. Ona görə A variantı yanlışdır. Cavab oldu C variantı. Tərcümə ilə isə deyir ki, yollarda çox maşınlar var. İnsanlar gərək ki, ictimai nəqliyyatdan istifadə etsinlər. Yəni daha çox insanlar ictimai nəqliyyatdan istifadə etməlidirlər. İndi isə 59-cu testə baxaq. Bu testimizdə chocolate pie, it looks very yazılıb. Bilirik ki, verydən sonra adi dərəcə qoyulmalıdır. Ona görə var ikinci tərəfdə müqayisə olanları çıxaq. A variantında nicer, B variantında more, daha doğrusu C variantında more nice və Y variantında nicer variantları çıxır. D variantında more və taste, more və R eyni anda olmaz. Ona görə cavab olur B variantı. Burada E artiklı sizi çaşdırmasın. Çünki burada chocolate pie, yəni şokolad pirogu yazılıb. Ona görə cavab olur B variantı. Deyir bu şokolad pirogudur. O çox qəşəng görsənir. İndi isə gəlin baxaq 60-cı testin izahına. 60-cı testdə my colleague took these photos by həmkarım çəkib bu şəkili. Həmkarım kişi ya da qadın olduğunu bilmədiyimiz üçün biz burada həm herself, həm də himself seçə bilərik. Ona görə cavab olur 1 və 4 D variantı. Bu testdə diqqətli olun. Bu cümlədə sən yox idi. Ona görə biz burada yourself ya da yourself-i seçə bilmərik. İndi isə 61-ə baxırıq. 61-ci testdə nöqtələrdən sonra manager yazılıb. Yəni manager sayılan tək isimdir. Adi və müqayisə dərəcəsində mütləq yəni artikellı, üstünlük dərəcəsində isə Z artiklı tələb edir. Ona görə Y variantını çıxırıq, çünki a careful manager olar. D variantında the most careful manager olar. C variantında a more careful olar. C-də çıxdı. B variantında isə muchdan sonra mütləq və mütləq more olmalıydı ya da er olmalıydı. Çünki much özü birbaşa müqayisə dərəcəsi tələb edən sözdür. Yəni much more ya da much er qoyulmalıdır. Bunu bu ifadə kimi yadınızda saxlayın. B variantı yanlışdır. Cavab oldu A variantı. Hər ehtimala qarşı tərcümə edək. Jane is a careful manager and she always checks her work carefully. O yoxlayır öz işlərini diqqətlə. Jane diqqətcil bir menecerdir və öz işlərini çox diqqətlə yoxlayır. Demək ki, cavab oldu A variantı. İndi isə gəlin 62-ci testə baxaq. Burada bizdən line of nouns istəyir. Line of nouns testlərini asan yazmaq üçün mütləq bütün nitq hissələrinin şəkilçilərini əzbərləməlisiniz. A variantında identical al şəkilçisi sifət üzərdən şəkilçidir. B variantında same eyni deməkdir sifət çıxırıq və generous-dəki all şəkilçisi sifət üzərdən şəkilçidir. C variantı doğrudur. Generosity iti sifət üzərdən şəkilçidir. Pencil qələm, volunteer isə könüllü deməkdir. Bunun hər üçü isimdir. Və D variantında matter şəhid, fluent isə səlis deməkdir, sifətdir. Ona görə D variantı yanlışdır. Y variantında yenə crucial var, vacib deməkdir. Al şəkilçisi də sizə kömək ola bilər. Ona görə Y variantı da çıxdı. Cavab oldu C variantı. İndi isə 63-cü testə baxırıq. Artikel testində bu cümləni hər zaman yadınızda saxlayın. Nöqtələrdən sonra sayılan tək ismi artikelsiz qoymaq olmaz. New country and mass hər ikisi sayılan tək isimdir. Ona görə boşluq olan bütün variantları çıxırıq. A-nın birinci, B-nin ikinci, D-nin hər iki, Y-nin isə birinci tərəfi boşluqdur. Ona görə cavab oldu C variantı. Tərcümədə deyir ki, o köçüb yeni bir ölkəyə bir ay əvvəl
lakin he still can't get used to living there. O hələ də orada yaşamağa öyrəşə bilməyib. İndi isə 64-cü testin izahına baxaq. One of the problems, one of-un xəbəri tək olmalıydı. Ona görə are olan, were olan və have olan variantları çıxırıq. Qalırıq A, B arasında. Tərcümədə deyir ki, one of the problems has been that problemlərdən biri odur ki, maşınlar are driven by careless drivers. Maşınlar sürülür diqqətsiz sürücülər tərəfindən. Demək ki, biz burada artıq birinci tərəfi one of-a görə seçməliydik, ikinci tərəf isə cars-a görə seçirik. Ona görə cavab olur B variantı. Bir daha qeyd edirəm, problemlərdən biri odur ki, maşınlar diqqətsiz sürücülər tərəfindən sürülür. Ona görə də cavab oldu B variantı. İndi isə 65-ci testin izahına baxırıq. Nöqtələrdən sonra room verilib və biz sonu s-lə olan bütün əvəzlikləri çıxaq. Hers'dən sonra isim gəlməz. C variantında hers'dən sonra isim gəlməz. İkinci tərəfə baxırıq. İkinci nöqtələrdə isim yoxdur. B variantında their və Y variantındakı your özündən sonra 100% isim istəyir deyə. Ona görə də bu variantlar yanlışdır. Cavab oldu D variantı tərcümədə. Mr. Smith couldn't find her room, but Thomas and Mary couldn't find theirs. Mr. Smith öz otağını tapdı, amma Thomas və Mary öz otağını hələ də tapa bilməyib. İndi isə gəlin 66-cı testin izahına baxaq. 66-cı testdə bizdən soruşulan nüans interesting in the meeting. Biz törəmələr dərsindən, yəni pronoun dərsindən bilirik ki, əgər nöqtələrdən sonra sifət qoyulubsa, biz onun qabağına törəmə qoya bilərik. Çünki törəmələr sifəti özündən sonra qəbul edir. Və bu tipdə testlər mütləq tərcümə olunmalıdır. Burada deyir ki, iclasda maraqlı ya nəsə var, ya heç nə yoxdur. İkinci tərəfdə artıq ipucu bütün bu cümlədə verilib ki, biz darıxırıqsa demək ki, iclasda maraqlı heç nə yoxdur. Ona görə cavab oldu C variantı. A variantında deyir hər şey maraqlıdır. B variantında deyir ki, maraqlı nəsə var. D variantı strukturca səhvdir. Oldu deyir hər şey maraqlıdır. Bu zaman biz darıxmazdıq. We were bored, yox interested olardıq. Ona görə cavab oldu C variantı. İndi 67-ci testin izahına baxırıq. Burada bizdən passive case istir, yəni yəlik. Birinci testdə bilirik ki, three sözündən sonra they bitişik s-lə yazılmalıydı. Ona görə 1 yanlışdır. 2-də deyir ki, Jessica spent several months apostrof s-dən sonra qoyulmalıdır. Çünki several cəm olan isimdir. Özündən sonra cəmdə olan bir isim istəyir. Üçüncü testdə baxırıq. Nick'in itləri 3 doğrudur. Dördüncü testdə baxırıq. I am going to Jessica and Chris's wedding. Mən Jessica ilə Chris'in toyuna gedirəm. Burada gördüyünüz kimi 2 ad verilib, 1 apostrof s verilib və wedding də təhdə qoyulub. Demək ki, Jessica ilə Chris evlənir və bunların bir toyu var və mən də o toya getməyə hazırlaşıram. Cavab olur 3-4 C variantı. İndi isə gəlin make-up sentence testinə baxaq. Make-up yazmağın ən gözəl yolu bütün variantları yazmaqdır. Xüsusilə də belə az sözlü verilibsə bütün variantları cümlə şəklində yazaraq strukturdan anlaya bilərsiniz. Demək ki, burada sözlərin mənasından başa düşürük ki, B variantı daha doğrudur. Failure, uğursuzluq, is a path to success. Deyir ki, uğursuzluq uğura gedən bir yoldur. Bir daha qeyd edirəm. Failure is a path to success. Ona görə cavab oldu B variantı. İndi isə gəlin 69-cu testin izahına baxaq. Burada few, yəni quantifiers dərsindəndir bu test və quantifiersdə bilirik ki, few'dan sonra cəm isim gəlməlidir, amma burada tək verilib deyə biri yanlışdır. Several spoons, bu doğrudur. Bir neçə taxta qaşıq, demək 2 doğrudur. 3də a lot of toothpaste tube. Toothpaste sayılmır, amma tube o qutunu nəzərdə tutur. Ona görə də bu isim cəm olmalıdır. Tubes olmalıydı, ona görə 3 yanlışdır. Dördüncüdə isə some shop windows, bir neçə mağaza pəncərələri. Pəncərə mənasında da ona görə də 2-4 sayılır. Doğrudur və cavab olur D variantı. İndi isə 70-ci testə baxaq. Definition testidir bu. Invisible, görünməz. Accurate, akurat, sərgəli, detallı şəkildə verilmiş. Crucial isə vacib deməkdir. Variantlardan correct in all details, hər bir detallı düzgün olan. Accurate bu A variantıdır. Extremely important, ifrat dərəcədə vacib, yəni son dərəcə vacib bu. Crucial'a uyğun gəlir. C-ni yazırıq bura. Və cannot be seen, görünməz. Görünməz isə daha doğrusu B variantını buraya yazırıq. C variantı isə bura doğru gəldi. Invisible, görünməz 1C. 2də accurate, sərgəli, correct in all details, bu uyğun gəldi accurate. Crucial isə oldu vacib, extremely important. Demək ki C, A, B cavab oldu D variantı.
İndi isə 70-ci testin izahına baxaq. 70-ci, daha doğrusu 71-ci testin izahına baxırıq. Bu da agreement dərsidir. Agreement dərsindən bilirik ki, cümlənin mübtədası inkli feildirsə, xəbər mütləq və mütləq təkdə qoyulmalıydı. Ona görə bir düzdür, causes, will cause düzdür, çünki tək və cəm xəbərdir. Bu will, ona görə bu tipdə testlərin hər birinə uyğun gəlir. 3 yanlışdır, cause olmamalıydı, cəm olmalıydı. 4 doğrudur, has caused olmalıydı. 5 isə have-dir, yanlışdır, cavab oldu 1, 2, 4, A variantı. İndi isə gəlin tərcümə eləyək. Parking cars near the school causes serious traffic jams. Məktəbin yaxınlığında maşın saxlamaq ciddi tıxaca səbəb olur. Qayda testlərinin izahını bitirdik. İndi isə gəlin birlikdə mətn testlərimizin izahına baxaq. İndi isə reading sualımızla tanış olaq. Readingimiz advertising, yəni reklam haqqındadır. Burada reklamın avantajından və dezavantajından danışır. Birinci cümlədə deyir ki, reklam şirkətlərə müştəriləri cəlb etmək üçün və onlara öz məhsulları barədə məlumatlandırmağa kömək edən bir güclü vasitədir. Reklamın əsas məqsədi satışı artırmaq və bir çox insanı məhsul almağa təşviq etməkdir. Reklamın faydalarına şirkətin böyüməsi, müştərilərin inamı və uzun müddətli biznesin uğuru daxildir. Effektiv reklamlar yeni məhsulları satışa çıxartmağa dəstəkləyir və yeni müştəriləri cəlb edir və onları məlumatlandırır. O həmçinin şirkətləri rəqabət aparmağa və daha yaxşı məhsullar çıxartmağa təşviq edir. Reklamın əsas 3 məqsədi var: məlumatlandırmaq, inandırmaq və xatırlatmaq. O satışı artırır, tələbi artırır və müştərilərin sayını genişləndirir. Reklam şirkətlərə öz rəqibləri üzərində üstünlük qazanmağa kömək edir və biznesləri dəstəkləməkdə müasir cəmiyyətdə mühüm rol oynayır. Reklamsız biznes çətinliklərlə üzləşər və iqtisadiyyat zəifləyər, iş yerləri itirilərdi. Lakin bununla belə reklamın dezavantajları da vardır. Hansı ki, o həm baha ola bilər, həm də aldadıcı ola bilər. Həmçinin o negativ təsirləri də vardır sosial dəyərlərə və o həm də yorucu ola bilər. Reklam xüsusilə də uşaqlara yönəlmiş reklamlar onların ehtiyac duymadıqları, ehtiyacı olmayan şeyləri almağa vadar eləyə bilər. Həmçinin də reklamlar monopoliyalar yarada bilər. Çünki böyük şirkətlər bahalı reklamlar ala bilərlər, lakin kiçik şirkətlər bunu bacara bilmirlər. Bununla da belə, yəni negativ tərəfləri olmasına rəğmən reklam hələ də ən güclü yoldur ki, məhsulları artırmağın, məhsulları tanıtmağın, biznesləri dəstəkləməyin və iqtisadiyyatın inkişafının ən güclü yollarından biridir. Bu bizim mətnimiz idi. İndi isə gəlin suallarını bir-bir oxuyaq. 72-ci testdə bizdən soruşur ki, reklamın məqsədi nə idi? Reklamın 3 məqsədi var idi. Burada qeyd olunmuşdu, baxırıq. İnandırmaq və xatırlatmaq və məlumat vermək. Birinci cümlədə deyir ki, müştərilərə məlumat verir məhsul haqqında. 1 doğrudur. 2-də deyir ki, yalnız qiymətə fokuslanır. Bu yanlışdır. 3-də deyir ki, müştərilərə xatırladır məhsulu. 3 doğrudur. 4-də isə deyir ki, müştəriləri discourage edir, yəni təşviq etmir, cəsarətləndirmir, həvəsləndirmir. Bu isə yanlışdır. Demək cavab olur 1, 3, D variantı. 73-cü testdə bizdən düzgün cavab soruşur. A variantında deyilir ki, reklamın məqsədlərindən biri müştəriləri inandırmaqdır. Baxın, burada persuade vermişdir, burada convince verib. Bunlar eyni mənalı sözdür. Elə A variantı doğrudur. B variantında deyir ki, reklamlar azaldır müştərinin inamını. Bu yanlışdır, əksinə artırır. C variantında şirkətlər çətinliklə artıra bilərlər öz reklamlarla tamaşaçıları, yəni alıcıları artıra bilmirlər. Xeyr, burada yazılmışdı ki, reklam vasitəsilə artıra bilərlər. Baxın, burada yazmışdı ki, müştərilərinin sayı artır. D variantında demişdi ki, yalnız pozitiv təsir vardı. Xeyr, 3-cü abzasda bizə tamamilə onun negativ tərəflərindən danışmışdı. Ona görə D yanlışdır. Y variantında isə deyir ki, balaca şirkətlər də bahalı reklamlar ala bilər. Xeyr, bu, baxın, burada monopoliya yaradan cümlədə demişdi ki, kiçik şirkətlər ala bilməz. Ona görə Y variantı yanlışdır. 73-cü testdə cavab olur A variantı. İndi isə 74-cü testdə baxırıq. 74-də bizə deyir ki, pozitiv və negativ tərəfləri vardır. Elə A variantı doğrudur. Çünki mətndə həm negativ, həm də pozitiv tərəflərdən danışmışdı. B variantında deyir ki, reklamlar və onun qiymətindən danışmamışdı. C-də deyir ki, competition, şirkətlər arasındakı yarışlar, bu da yanlışdır. D variantında deyir ki, bahalı məhsulların reklamları yanlışdır. Y variantında isə reklam, yəqin ki, burada endirim barədə
endirimin yolları kimi mənasında yazılıb. Bu mənaca yanlış olar. Yəqin ki, cavab olur burada A variantı. 75-ci testə baxaq. Reklam şirkətləri inspire eləyir, ruhlandırır. Baxın, burada yazılmışdı. Reklam şirkətləri ruhlandırır ki, onlar öz rəqibləri ilə baxın, burada yazılmışdı. Öz rəqibləri ilə yarışsınlar. Bu doğruydu. Bir də daha yaxşı məhsullar çıxartsın idi həmin tərəfdəki. Baxın, burada yazılmışdı. Offer better products. Demək ki, 2 doğrudur, 1 doğrudur. 3-də isə deyir ki, daha az reklam, fewer reklam eləsinlər. Bu da yanlışdır. 4-də isə deyir ki, məhsulla tələbi azaldır, reduce azaltmaq deməkdir. Bu da mənaca yanlışdır. Demək ki, cavab oldu 1, 2, A variantı. İndi isə 76-cı testə baxaq. 76-cı testimiz essedir. Burada sualı düzgün oxumaq lazımdır ki, esseni də düzgün qura biləsiniz. Burada deyir ki, heç siz reklama görə bir məhsul almısınızmı? Mətndən də bir neçə cümlələri ümumi istifadə edə bilərsiniz, amma eynisini olmaz. Yəni, ilhamlana bilərsiniz o cümlələrdən ki, reklamın nəsə almaqda ya da bizi inandırmaqda böyük rolu vardır. Mən də almışam ya da almamısınızsa onu qeyd edə bilərsiniz. Esse haqqında onu deyim ki, mütləq ən az 3 cümlə olmalıdır. Giriş cümləsi, əsas orta cümlə və son yekun cümlə olmalıdır. 77-ci testdə bizə deyir ki, to have enough money to pay for something. Kifayət qədər pul olmaq, bir şey almaq üçün kifayət qədər pul olmaq. Bu paragraf 3-də olan definitiondur. Biz paragraf 3-də həmin sözü tapmalıyıq. Burada sizə bir şey deyim ki, dırnaq içində 2 söz to ilə verilibsə, demək ki, bizdən də feil istənilir. Baxın, burada afford var idi. Bayaq bahalı bir şeyləri əldə etmək. Görürsünüz nə yazılıb? Bahalı reklamları əldə edə bilirdilər, lakin kiçik biznesi olanlar əldə edə bilmirdilər. Elə afford əldə etmək, ala bilmək mənasında işlənilə bilən sözdür. Ona görə də 77-ci testdə cavab olur afford. İndi isə gəlin 78-ci testə baxaq. 78-də bizə verilən mətndəki cümlədən 2 söz dəyişməyimizi istəyir. Əvvəlcə gəlin cümləni tapaq. The main goal of advertising is. Sizə buradan bir şey xatırladım ki, qətiyyən verilən cümlədən nə isə dəyişmək olmaz. Qarşı tərəfdən nələrsə dəyişməliyik. Bizə verilən sözlər increase, sales, make more, people, buy and the product sözləridir. Bunlardan hansını dəyişə bilərsiniz? Hansıların sinonimləri məktəb dərsliklərində varsa onları qeyd edirəm. Increase artırmaq deməkdir. Increase sinonim olaraq raise ola bilərdi, artırmaq, elə mətndə də var idi. Expand ola bilərdi, artırmaq, expand, sonra grow ola bilərdi, böyümək, böyütmək. Bu tipdə sözlərdən biri ola bilərdi. Sales, satış deməkdir. Elə bunu selling ilə dəyişə bilərdik. Sonra make more people, people humans ilə dəyişmək olardı, humans. Buradan bir şey qeyd edeyim ki, people cəmdə verilibsə, mütləq dəyişdiyimiz sözdə cəmdə olmalıydı. Buy almaq deməkdə, almaq sözünün sinonimi kimi işlədə bilərik. Purchase ən uyğun cavab budur. Yəqin ki, OTK özü də öz meyarlarında bu sözü də qeyd edə bilər. Purchase, pul, alış-veriş etmək deməkdir. Amma bundan əlavə get ilə də dəyişsəz bal verə bilər. Və sonuncu sözümüz product sözüdür. Product sözü məhsul deməkdir. Bunu da good sözü ilə dəyişə bilərdik. Yəni, bunlardan birini, ən az ikisini dəyişmişiksə, demək ki, bizə bal verə bilər. 79-cu testə baxaq. Profit sözünün sinonimini soruşur bizdən. Paragraf 1-dədir. Bilirik ki, profit fayda gəlir deməkdir. Elə paragraf 3-də benefit sözü var idi. Elə bunu sözə sinonimdir. Onu da bura yazırıq. Benefits. Demək ki, bütün mətnlə bağlı da sualların hər birinə aydınlıq gətirdik. Bundan sonra isə dinləmə sualları ilə tanış ola bilərsiniz. İndi isə dinləmə mətni ilə tanış olaq. Dinləmə mətnini mətn formasında şəklin yanına yerləşdirirəm ki, siz də mətnlə tanış olub və sualların cavabından əmin olasınız. Demək, dinləmə mətnimiz göy qurşağı haqqındadır. Göy qurşağı gözəl bir təbiət hadisəsidir. O adətən qərb səmasında səhərlər, şərq səmasında isə axşamlar çıxır. Göy qurşağı yarım dairəyə bənzəyir və çətindir onun bir fotosunu çəkmək. Yəni bütöv şəkildə, bütöv dairə formasını bir şəkildə çəkmək çətindir. Göy qurşağı adətən 7 rəngdən ibarət olur və bu rənglər red, orange, yellow, green, blue, indigo və violet rənglərdir. Indigo rəngi blue və violet rənginin qarışığıdır. Pink, grey və brown rəngləri göy qurşağında olmur. Çünki bu rənglər pure colors deyil. Yəni saf rənglər, tam təmiz rənglər deyil. Bunlar digər rənglərin qarışığından olur. Göy qurşağının rəngləri hər zaman eyni sıra ilə olur və 12 növ göy qurşağı var və onlar bir-birindən öz rənglərinə və parlaqlığına görə fərqlənirlər. Onlar hər zaman peyda olurlar. Göy qurşağı yağış yağandan sonra göy qurşağı
yağışsız və günəş işığı olmadan mövcud ola bilmir. Məşhur alim Isaac Newton ilk dəfə izah etdi günəş rainbowları, yəni göy qurşaqlarını izah etdi. Onun eksperimenti sübut etdi ki, ağ rəng bütün göy qurşağındakı bütün rənglərin içində var. Bu gün göy qurşağı və göy qurşağı bayrağı pozitivliyin və pride, fəxrin, qürurun simvoludur. İndi isə gəlin suallarla tanış olaq. Sualda birincidə deyir ki, necə göy qurşağının şəklini çəkmək olar? Mətn ümumilikdə bu haqda deyildi. Göy qurşağı emojisi deyildi. C variantı Isaac Newton'un eksperimentləri deyildi. D variantında rənglərin mənası deyildi. Y variantında isə a colorful semicircle, rəngli bir yarım dairə. Bu doğrudur. Demək ki, cavab olur Y variantı. Elə birinci cümlədə də həmin forma haqqında demişdim. 81-ciyə baxdıq. 81-də soruşur ki, the kinds of single rainbows, göy qurşağının hər bir növü bir-biri ilə nə ilə fərqlənirdi? Gəlin həmin hissəni diqqətlə tapaq. Baxın, bu hissədə yazılmışdı ki, göy qurşağının 12 növü var və onlar bir-birindən rənglərinə və parlaqlığına görə fərqlənir öz stripelarında. Ona görə burada baxırıq. Birincidə onlar öz dairə formasına görə fərqlənir. Xeyr, dairə formasını yazmamışdı, rənginə görə və parlaqlığına görə yazmışdı. 2 doğrudur, deyir ki, fərqlənirlər öz zolaqlarındakı rənglərinə görə. 2-ni seçirik. Seçilirlər öz parlaqlıqlarına görə. 2-3-ü seçirik. 4-də isə yalnız westerndən çıxırlar. Xeyr, easterndə var idi deyə, ona görə 4 yanlışdır. Cavab oldu 2-3 A variantı. İndi isə 82-yə baxaq. Burada bizdən turunu soruşur. Deyək ki, mümkündür göy qurşağını yağışdan əvvəl görmək. Bunu məntiqlə də bilirik və həmçinin də mətndə yazılmışdı ki, onlar yağışdan sonra çıxırlar. Baxın, bu hissədə yazılmışdı after the rain. Ona görə before olanı yanlışdır. Bizdən turu soruşmuşdu. B variantına deyir ki, Newton sübut etdi ki, ağ rəng bütün göy qurşağı rənglərində var. Bu son cümlədə deyilən idi. Sən deyir, göy qurşağında grey və brown görə bilərsən. Xeyr, bunları görə bilməsən, çünki onlar saf rənglər deyil və başqa bir rənglərin qarışığıdır. D variantına deyir ki, göy qurşağının rəngləri onların formasından asılıdır. Daha doğrusu, göy qurşağının növləri asılıdır onların sırasına. Xeyr, onların sadəcə parlaqlığına görə fərqlənirdi. Hamısında eyni sıra olurdu. Y variantında isə deyir, əksər göy qurşağı mövcuddur günəş işığı olmadan. Xeyr, burada demişdi ki, onlar mövcud ola bilmirlər göy qurşağı daha doğrusu gün işığı olmadan. Ona görə burada cavab olur B variantı. İndi isə 83-ə baxaq. Alim sözünü təsvir edən bir sifət soruşur bizdən. Alim sözünü famous sözü təsvir etmişdi. Ona görə də biz bura yazırıq famous. Cavab famous olmalıydı. 84-də soruşur ki, indigo rəngi rich color between hansı rənglərin qarışığı idi bu? Gəlin baxaq. O blue and violet rəngin qarışığı idi. Demək ki, bura yazmalıydıq blue and violet. Əgər hər ikisini yazmışsınızsa sizə tam bal verir. Yox, birini yaza bilmişsinizsə bu zaman sizdən balınızı kəsə bilər. 85-ci testdə isə soruşur ki, what features do rainbows and rainbows flag emojis express today? Bu gün göy qurşağı və göy qurşağı bayraqları emojiləri nəyi ifadə edirlər? Pozitivliyi və pride'ın simvoludurlar. Demək ki, yazmalıydınız bura. These are sadəcə symbols of positivity and pride. Bu sözü bura yazsaz tam olaraq sizə bal verə bilər. Sadəcə symbols of positivity yazsaz ya da sadəcə pride yazsaz bu zaman sizdən yarı bal kəsə bilər. Ona görə də çalışın ki, bu tipdə testləri tam şəkildə yaza biləsiniz. Cavab isə burada oldu. Symbol of positivity and pride. Bununla da dinləmə mətnimizin də sonuna çatdıq. İnşallah ki, növbəti videolarda bu tipdə videolardan, bu tipdə testlərdən xəbərdar olmaq istəyirsinizsə, mütləq kanalımıza abunə olmağı unutmayın. Çox sağ olun.